Elə isə yavaş-yavaş keçid alaq qalibi seç xanasını sıxmağa. Dostlarımız hazırsa gəlsin bizim xanamız. Qalibi seç düyməsini sıxdıqda süni intellektimiz bizə rahat şəkildə random üsulla qaliblərimiz təyin edəcək və artıq saniyələrimiz gedir. 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Alqışlırıq dostlar, ilk həftənin, ilk günün daha doğrusu qalibi 55 953 96 mobil nömrəli dostumuz 23-cü günün tirajının qalibi oldu. Bir daha nömrəsini səsləndirəm. 55 953 96. Əgər o buradadırsa mütləq yazsın ki, digər dostlar da onu tanısın. Keçid alaq 24-cü günün tirajına görə 24-cü gündə hansı bizim dostumuz iPhone 17 bizdən əldə edib. 10 saniyəlik geri sayımı başladaq və 10 saniyədən sonra artıq bizim bugünkü növbəti qalibimiz təyin olacaq. Bir daha vurğulayaq ki, bizim loteriyamızda hər gün iPhone 17, həftə bir dəfə Zikr avtomobili, finalda isə möhtəşəm Porsche Cayenne hədiyyə olacaq və rahat şəkildə siz xüsusilə bizim loteriyamıza qoşularaq İstədiyiniz, necə deyərlər, şans paketini əldə eləyib, gündəlik tirajlarda qalib ola bilərsiniz. Məsələn, gündəlik tirajda qalib olmamısınızsa, bunun üçün pis olmağa dəyməz. Yəni, sizin həmin ana qədər olan xallarınız itmir. Siz artıq eyni xallardan həftəlik tirajlarda iştirak eləyə bilirsiniz. Və yaxud da ki, gündəlik tirajda qalib olmuşsunuzsa, siz həftəlik tirajda da qalib ola bilərsiniz. Bunun üçün şans paketlərini artırmaq lazımdır. Eyni zamanda mütləq şəkildə vurğulayaq ki, siz bizim loteriyamızda iştirak elədiyiniz müddətdə qalib olmuşsunuzsa, nömrə öz adınız olmalıdır. Qalib olduqdan sonra əgər nömrə öz adınıza deyilsə, ola bilər hər hansısa bir valideyninizin, dostunuzun, ailə üzvünüzün adınadırsa, siz mütləq şəkildə hədiyyəni götürməyə gəldiyiniz anda nömrəni rəsmiləşdirməlisiniz. Nömrəni rəsmiləşdirirsiniz və hədiyyəni götürürsünüz. Və beləcə biz artıq istəyərdik ki, növbəti günün qalibini də həyəcanlı formada təyin edək. 10 saniyə sonra artıq bir qalibimiz növbəti iPhone 17-nin sahibi olacaq. 7, 6, 5, 4, 3, 2, 1, 0. Alqışlırıq dostlar. Və daha bir qalibimiz 55 614 44 nömrəli bizim mobil istifadəçi nömrəmiz, daha doğrusu abunəçimiz bugün loteriyamızdan 24-cü gündən iPhone 17-ni qazandı. Bir daha vurğulamaq istəyirəm. 55 614 44 nömrəli maraqlı da nömrəsi var. Axırı da əgər 40 ilə başlayırsa, həm də qəşəng maraqlı fərqli nömrəsi var. iPhone 17-ni də əldə elədi. Təbrik edirik biz bir daha dostumuzu. Və növbəti günün tirajının qalibini elan etmək istəyirik. Amma təbii ki, bir daha vurğulayaq ki, bugün biz 3 qalibimizə hədiyyə verəcəyik. 25-ci günün qalibini də seç düyməsini sıxaq. 10 saniyə sonra artıq bizim növbəti dostumuz bizdən iPhone 17-ni qazanacaq. Sıxaq qalibi seç düyməsini. Yenə ondan geriyə sayırıq. 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Alqışlayırıq növbəti qalibimizi. 55, 800, daha doğrusu 55, 587, 41 mobil nömrəli dostumuz 25-ci tirajın iPhone 17 qalibi oldu. 55, 587, 41 mobil nömrəli dostumuz iPhone 17-nin qalibi oldu. Hər üç qalibimizi təbrik edirik. Dostlar, baxın, bu qədər sadədir. Baksiya loteriyasında qələbə qazanmaq, hədiyyə qazanmaq bu qədər sadədir və hələ qarşıda bizim nə azdan çox düz 2 ay buradayıq, biz sizinlə olacaq, həftə 3 dəfə biz qaliblərimizi elan edəcəyik. Hələ bizim iPhone 17-lərimiz, Zikr avtomobillərimiz və təbii ki, finalda möhtəşəm Porsche Cayenne'imiz durur. Bunun üçün nə edirsiniz? Elə indi sürətli formada daxil olursunuz Baksiyel tətbiqinə və yaxud loteriyabaksiyel.com saytına, eyni zamanda 828 nömrəsinə ya da bizim USD kodlarından istifadə edərək loteriyada iştirak edirsiniz. Bilmək olmaz, bəlkə də elə 2 gün sonra Zikrın sahibi oldunuz. Bunun üçün 135 mütləq şəkildə daxil olursunuz Baksiyelin sosial şəbəkələrindəki canlı yayımlarımıza. Hətta növbəti 2 gündə biz 2 gün sonra Zikr avtomobilinin sahibini təyin edəcəyik. Bəlkə də bilmək olmaz, sizin içinizdən bir nəfər Zikr avtomobilinin sahibi oldu. Gələn canlı yayımlarda görüşənədək. Xudahafiz.